çox güclü olubdur, müstəhid, cami şərait olubdur, öz zamanında rəhbəriyyət götürüb boynuna, eyni halda aşıq olasan bu başqa bir şeydir. Bunun o, bilməm, nə həddə eləyə bildin, təhvil verən belə, bu çox-çox məqam, əzəmət verir. Hələ bəlkə deyəydin, fəqət o siyasəti deyəsiniz ki, bir nəfərə verələr, hökumət elə, indiyalar məsələn düşmənlə döyüş, bir zaman olsun ki, hökm eləclə müharibə olsun. Bu insan aşiq da ola, onlar əli var insan. Və bunu biz misal əzlərdən götürərdik həmişə. Deyərdik, əlidir ki, günüz qılınc çəkəndə hamısını çəkilir, dalaya bilmir, necə bir şirlə üzbəyiz olub. Gecə də Allahla razı niyaz eləyəndə hamı ariflər çəkilir qırağa ki, biz nəsiyik Həzrət Əlinin müqabilində ki, məsələn, biz də adımızı qoymuşuq arif, biz də adımızı qoymuşuq ağlayan, aşiq, sufi. İmam da Həzrət Əlinin müqəllidi kimi o cür bir şəxsiyyət olubdur. Günüzlərin, o əmrlərin hamısı eşidibsiniz, birdən Amerika heç qələti ilə mütəvanət bəkunət. Yəni, məsələn, bu sözü, siyasi sözü, bugünün deyə bilirəm, ən böyük siyasi sözüdür. Ya İsrail bayid əz beyin berəvət, imamın sözlərindən ki, İsrail gərək aradan geçsin. Və bu siyasi sözü deyən günüz gecə gələr, bu cür irfana malik olar ki, şeirlərindən adam alır bu mənanı ki, yəqinlə belənsi bir arif imiş, dahi bu ayrı bir şey olar. Bəli, onun dalısında da deyir ki, vaiz-i şəhər, vaiz-i şəhərdə hər zamanın vaizi var, hər şəhrin də vaizi var. Həmişə hər yerdə arif insanlar, onlar ki, Allah düzgün tapıblar, düz yolla gedəndə də elə bir qıraqdan nəzr olsa, bir irat çıxardan, bir işgal çıxardan, bir daşdığılladan elə olub. Özdə dindarlar içindən olub. Özdə dindarlar. Görərsən, müstəhiddir, alimdir, böyük arifdir, arif yox, böyük alimdir, amma da nəsə, üçün eşqi yoxdur ürəyində, Allaha eşqi yoxdur. Biri məsələn gedəndə eşqi yolunu deyir, baba, sən niyə özünü anladırsan, bu nə yol məsələn getsən? Danlayarlar həmişə arifləri. Həzrəti İmamın öz mordində var, deyir ki, mən Nəcəfdə evdə oturmuşdum, yağış yağırdı, hava xoş deyildi. Durdum, gedəm ziyarətə, dedilər, sən ki, özün alimsən, böyük alimsən, müstəhidsən, əqidən bunadır ki, insan hər yerdən üzün döndərə, bir imama səlam verə, kifayət edir. Onlar da hamısı görürlər, onlar hamısı da eşidirlər. Sən niyə özünə zəhmət verirsən, bu yağışda gedəsən, hətmən elə o zərihin kənarında, o məzarda oturub, orada məsələn ziyarət edirsən. Yağış yağır getmə. Alimsən də özün. O elmi bir cahilə baxır. Axı İmam özünün cavabı nişan verir ki, deyir, elm öz yerində, eşq öz yerində. Eşq başqa bir şeydir. O şey ki, məni çəkilir ora, o eşqidir. Elmi deyil. Elmlə otursaydım, elə burada oturmalıydım, sən deyəndir. Amma məndə ayrı bir şey var, axı çəkilir oraya. Cənnət deyir ki, sən Allah, ötürün qoyun mən avamlığımda biraz qalım. Cavabı ki, deyir, ötürün biraz mən avamlığımda qalım. Avamlığın da ayrı bir eşqi var, ayrı bir ləzzəti var. Mənzuru avamlıq dərc eləmişdir, devam olmaz ki. Mənzuru deyir, o adamı ki, heç elmi yoxdur, amma məhəbbət çəkir, buradan aparır Kərbəlanın ziyarətinə, onun ləzzəti var, o elmdə, o eşqidir çəkir biləsin. Qoy, məndə də bu eşqi var, bunu deyirdim də, bunu da elmlə öldürməyim axı. Elm mani olar. Bu cür danlayanlar olubdur. Elə imamı inqilabdan sonra da çox danlayan olub, inqilabdan qabaq da imam danlayanlar çox olubdur. O da mənzuru odur ki, o vaizlər, o mövizə eləyənlər ki, məni dəvət edirlər əqlə, məni dəvət edirlər ibadətə, amma da girməklə bu cür bir şeylərə. Eşq müamiləsinə, eşq alverinə girmə. Ki, onları dəlilər girmirlər bu eşqin alverinə. Deyir, onlar mənə çox əziyyət verdilər. Mən bu yolu getməliyim. Allah aşkına. Şimdi bəhətdə bəsdir. Burada qalan şeylər də var, elə o beytlər, amma mənalar bir-birinə yaxındır. Bizlər onlarında ruhunu salavatla şad edin. Allahümme salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin.
var. Amma bu qısa rivayətin bir böyük mənası var. Mən bunu eşitmişəm ki, bu rivayətin mənasından bəlkə çoxlu alimlər də deyirlər ki, acizıq odur ki, mənanın istəyi var, o istəyini əda edək, yerinə yetirək. Mən tərcümə edirəm, məna eləmək bizim işimizdir, amma təfsil eləmək qalsın alimlərə, böyük alimlərə. İmam Sadiq əleyhissalam buyurur ki, bəndəlik kökünə getsən, ilahi olmaq deməkdir. Bəndəlik əgər kökünə getsən, ilahi olmaq deməkdir. Bizim dinimiz bir əzəmətli dindir, çox əzəmətli dindir və özünün əzəmətindəndir ki, bu dinə qail olanlar, bu dinə iman gətirənlərə də bu din əzəmət verir. Çox əcəb bir sözdür ki, deyilə insana, sən çox əzəmətlisən, eyni halda torpağa düş. Bunların ikisinin bəlkə də zahirdə təzaddi ola, siz demişkən kontaktli ola, birbiri ilə vuruşa, düş torpağa, üzünü sürt torpağa, özünü yığ, torpaqla əlaqədə ol. Eyni halda deyəm, mən bu insanı əziz bilirəm, o qədər əzəmətli bilirəm bu insanı. Əzəmət, böyüklük bir qiyasi və müqayisə eləmədə bilinər. Əgər insan düşüncəsinin səviyyəsi aşağı olsa, o qədər aşağı olsa ki, desən, əgər sən bəndə oldun, ucaldın, sənə deyə ki, bəndəlik özü əbd və bəndə olmaq, qul olmaq əskiklikdir, nişan verir ki, bu insan çox düşünməz adamdır. Bu hələ bilməyib ki, heç şey olunmaz ki, öz düzəldəni ilə müqayisə oluna. Bir nəfərə desələr ki, məsələn, bu maaşın bu vəsilə yaxşı bir maaşındır, deyəsən ki, öz düzəldənindən də yaxşıdır. Gülməli olaraq bunu soruşsan. Da deyirlər, o bile düzəlmiş maaşınlardan yaxşıdır. Bütün məxluqat içində, bütün yaranmışlar içində əgər müqayisə eləsən insan böyükdür. Əgər Allahla özünü tutuşdursa, heç ondan əski mövcud yoxdur. Allahın yaratdığı ən əski şeylər ondan ucadır. Çünki onların heç biri bu cür təşəkkür eləmir. Bəndəlik insana əzəmət verər. Çünki Allaha bəndə olmayan digərisinə bəndə olar. Allaha bəndə ol, ta heç kəsə bəndə olmayasan, heç kəsə bəndə olmasan, əzəmət taparsan. Allah sənin xaliqindir, onun qarşısında əyilsən nə qədər, heç kəs səni əskik sanmaz. Adam Allahın qarşısında əyilə, çox da əzəməti var. Heç Allah çox vaxtda deyil, o xarlığı ki, mənim qabağımda göstərəcəksən, heç istəmirəm cəmaat yanında göstərəsən. Heç göstərsən onu da, heç mən bəyənmərəm. Heç onu mən almaram. Sən cəmaat yanında ağlamağını görsət, Allaha görə ağlasan. Cəmaat yanında öz səcdəni görsət ki, necə uzun səcdələr edirsən. Heç onu almaram, buna riya deyərəm. Heç o mənim üçün deyil. Deyir, sən özün tək olanda Allahından, sən əyil Allaha, Allah
çox əzəmət verər. Niyə? Səbəb olar, pula qul olmasan. Səbəb olar, vəzifəyə qul olmasan. Səbəb olar, məqama qul olmasan. Dünyanın rəhlərinə allanmasan. Bəli, çox əzəmətli bir sözdür. Görək, pula qul olmaq insana əskiklikdir, yoxsa Allaha. İnsan xaliqinin qarşısında əyilsə əskilə, yoxsa bir məxluq ki, heç ağlı yoxdur. Bunun ağlı yoxdur ki. Əqilli insanı gördüm, əyildi əqilsizin qabağında. Təəccüb eləməlidir. İmamlar təəccüb ediblər də buna. Təəccüb edirəm insanlardan ki, Allah əql verdi. Qur'anda da buyurdu ki, təkcə mövcud ki, əqli var, insandır. Və mən bu insanı əşrəf-i məxluqat qərar vermişəm. Bütün məxluqatdan şərəfli. Amma bu gəlir bir pula alınır. Bu gəlir $100 iman satır. Bu gəlir səcdə edir o insanların qarşısında ki, o insanlar özləri heç Allah bəndəsi deyirlər, əskik bir mövcuddurlar. O adamın ki, özü pul quludur, sən də ona qul olsan. O adamın ki, özü məqam quludur, sən də ona qul olsan. O adamın ki, özü vəzifənin quludur, qədim qullar qulaqlarına sırğa taxardılar, bir əlamət olardı. Bunların qulaqlarından məqam sırğası aslanır. Qədimdən bunlar mühür yeyiblər qulaqları. Çox adamlar var ki, imanı yoxdur. Əgər ona bir ustul versən, hər nə verirsən. Ustulun əlindən alsan, hər nəyin alırsan. O insanın qarşısında niyə əybətdir? Əl-ubudiyyətü konuğa əl-rububiyyə. İnsan Allaha bəndə olsa, nəhayət dərəcədə kökünəcəksən, görərsən ki, ilahiləşər. Allah sonsuzdur. Qoşul sonsuza, sonsuz ol. Amma ayır özünü sonsuzdan heç nə ol. Bəndəlik əcib bir məqamdır. Tarix nişan verir, cəmiyyətşünaslardan biridir. Bir gedin tarixdə baxın, Peyğəmbər Əkrəmin az iddəsi ilə ləşkərinin ordusunun İrana hücum gətirməsinə və İranın o əzəmətlikdə hökumətinin yıxılmasına. Soruşun, ey tarix oxuyanlar, nə səbəbdən dünyanın birinci qüdrəti İran heç bir sədəməzlərə İslam ordusuna vurmadan məğlub oldular? Bunu soruşun. O cəmiyyətşünas qəşəng cavab verir. Deyir, əvvəla mən tarixə bir xahişim var baxanlardan. Onlar ki, tarixə baxırlar. Tarixə baxmağa bir müqəddimə lazımdır. O müqəddimə çoxunda yoxdur, düşünmür. Birinci müqəddimə ki, ən də əsaslı müqəddimədir və mənim də qəsdim fəqət bu müqəddimədir. O bir müqəddimələr deyil, bunda işim yoxdur. O da budur ki, əgər tarixi oxuyursan, əgər istəsən bir nəfərin tarixdə qoyduğu əsəri düşünəsən, özünü o tarixdə hiss elə, özünü o zamanda hiss elə, ondan sonra danış. Mən deyirəm, müsəlmanlar İranlılara qələbə çaldılar. İranlılar bütpərəst edirlər, müsəlmanlar qələbə çaldılar. Deyirəm, niyə? Deyirsən, üçün imanı var. Baxırsan tarixə, müsəlmanlar qələbə çaldılar. Bəli, hətmən imanları varmış. Gəlirsən, özün baxırsan, deyirsən, hanı müsəlmanın imanı? Hanı o iman? Bənəzdir olubdur ki,
Peyğəmbərdən sonra 12 imama da iman gətiriblər. Bunlar şiədirlər, 12 imam da artıq. Amma ondan belə görmürəm qələbə çalırlar bilən kafirə. Nəsə Peyğəmbərin zamanındakı müsəlmanlar qələbə çaldılar. Necə bilsən iman? Məhbuların imanı yoxdur. Nə bilir? Amma o cəmiyyət şünas deyir, yox bu müsəlmanlardan müqayisə eləmə onu. Elə səhvən buradadır ki, bugünkü müsəlmanı ilə müqayisə etsən, əgər buradan bir çıxsan eşiyə, görəsən Peyğəmbər yaradan iman necə bir imanımış, ondan sonra düşünərsən ki, niyə müsəlmanlar qələbə çaldılar? Deyir, o zaman müsəlmanların içində iki şey vardı, indi görmürəm. O cəmiyyətşünas deyirlər, qəşəng söz deyir. O zamanın müsəlmanlarının içində iki şey vardı, o iki dənəni görmürəm. Biri düzgün Allaha bəndə olmaq ki, indi yoxdur. İkincisi, bərabərlik ki, indi yoxdur. İslamın Peyğəmbəri ki, bizləri əgər indi əl-an bu məclisdə olsa, hamımız əgər qədəmin qoysa getsə, onun torpağından öpüb, torpağını müqəddəs bir şey bilərik. Mən nə deyirəm? Bəlkə şübhə ilə buradayım deyirəm, ələ yağı var da, biz orada. Şiələr içində hələ bir neçə faiz ehtimalla deyirlər ki, burada Həzrəti Əli Aleyhisselam ayağını qoyub ora. 100% demirlər. Deyirlər ki, məsələn 90%, 80% ehtimal var ki, buraya Həzrəti Əlinin ayağının yeri var. Onun şübhəsinə şiələr müqəddəs bir yer bilirlər ona. Onun şübhəsinə insanlar hamısı gelirlər onun ziyarətinə. Harada qaldı Peyğəmbər gələ burada, buranı görə iddia edəcəkdə, onun ayağının yerini bilsələr, müsəlmanlar neynərlər? O əzəmətli insan ki, hələ bizlər onun özünü heç torpağına olur əzizləyirik, ayağının altını, torpağını. O Peyğəmbər buyurdu ki, biz Peyğəmbərlər bəndələr kimi yiyərik, bəndələr kimi oturarıq. Biz quluq. Peyğəmbər özün qul bilir və onun iman gətirdikləri hamısı özün qul bilir. Əgər hamı özün qul bilsə, Allaha bərabərliyi var. Daim ondadır ki, heç vaxt bir müsəlman digər müsəlmana təşəbbür eləməz. Heç bir müsəlman digər müsəlmandan özün üstün bilməz. Əgər belənci bir bərabərliyi olar, niyə İslam qələbə çalınır? Hansı müsəlman qaçar dindən? Əgər görürsünüz ki, dində iman qalmayır, bir əsası budur ki, bərabərlik qalmayır. Adı müsəlman, əşhədə ən la ilahə illallah deyən, pul ki qazanır, kasıbı yaddan çıxardır. Pul ki qazanır, əlsizləri yaddan çıxardır, ayaqsızları yaddan çıxardır. Pul ki tapılır, yetimi yaddan çıxardır. Halbuki Allah insanlara bərabər yaradır. Mən nə deyim insanların bərabərliyindən ki, biz daha artıq düşünək. Bu qədər bəsdir ki, Allah insanların ruhuna əzəmət verir, cisminə yox. Bu ruhuna əzəmət verməyin mənasına da əhkam yaradır. Əhkamın biri budur. Deyir, əgər bir insanın ayağı olmayan, qolu olmayan, gözü olmayan, qulağı olmayan, hesab bilməyən, dili də lal ola, o insanın təkcə ürəyi işləsə, onun ürəyin bir nəfər yatıbsa, bu sözdürsə, onun da ürəyi yatmalıdır. İndi bu insan Allahın var, o ölkənin lap böyük rəhbəridir. Görünmür o ölkənin böyük məqam sahibidir. Nəm icra hakimidir, nəm alimidir, nəm arifidir. Hər kəs olursun. Din ona fərq qoymur. Qan müqabilində. Ürək yatırdıbsan, ürək yatmalıdır. İnsanı bu cür bərabərliyin bilir.
Bir-birinə heç fərq qoymur. İstəsiz, öz-özümüzdə görə bir şeydə qalıb bərabərlik, heç özümüz bəlkə də təvəccühümüz olmuyor. Namaz qılanda görürsünüz, bir nəfər məsələn, bir nəfərə fərq qoyar. Səflərdə, görərsən, əyləşəndə məsciddə, mən baxmışam, əyləşəndə fərqlə əyləşirlər. Kim kimin yanında əyləşir? Mən özüm də diqqət edirəm buna. Kim kimin yanında əyləşir? Kim kimdən məsələn ayrı əyləşir? Amma namaz qılanda da aranı eləyə bilirlər, qoyurlar, imkan yoxdur. Səhvlər bildi, sıralar bildi. Görürsən, qabaqda bir kəs dayanır ki, laf kasıbdır, biraz dinindən çox bilir. Onu sarılar qabağa. Biri laf belə dövlətlidir, amma dindən biraz az bilir. Deyir, namazını batırırlar, geçsin talih. Dininə əzəmət verir. Onlar üçün müsəlman əzəmət dağılır. O üçün nə qədər dinə yaxındır, Allah öz zatı salır da, burada imkanını salır. O adam deyir ki, dinindən biraz çox bilir, gəl qabağa, gəl qabağa. O adam ki, dinindən biraz az bilir, nə qədər də pulu var. Gələndə evdə, Naxçıvanada yaşayır. Amma indiyadan namaz bizə bilmək lazımdır. Namazından az bilir, get dalıyır, sən namazınızı batır eləsən. Dinimiz belə bir din olur. Ahamı bəndə olur. Peyğəmbər bəndə olur, imam bəndə olur. Hər kəs söhbət edir, deyir bəndəyəm. Allahın quluyam, mən hara, azadlıq hara, mən hara, əslən Allahdan uzaq olmaq hara. Hamımız bir Allahın bəndəsi, hamımız bərabər. Bu olur, qələbə çalır. Elə ki, ordu başçısı ilə, ordunun sadə əsgəri, heç biri birbiriyle seçilmeyir, onda o əskər niyə qanundan keçmir? Deyir, mənim komandirim də elə ölüm qabağındadır, mən də. Və mən niyə getməyim? Bərabərlik olub, o cəmiyyətşünas deyir, müsəlmanlar içində o zaman bərabərlik olub qələbə çalıblar. Bu bərabərlik çox-çox mühümdür. Bərabərliyə çoxlu söhbətlər danışmaq olaraq, qoy bir sözdə deyim, elə yadgər qalsın. İslamda bərabərlik olur. Bunu deyən həmin bəzi müsəlmanlar bu sualı mənə verirlər ayrı yerdə. İndi siz də sual vermişsiniz, üçün minbərdir. Bilirəm, aşağıda olsaydı tez sual edərdi ki, qadınla kişini niyə bərabər yaratmayın? Nə qan olanda, qan töküləndə birin yarı, birin, məsələn, qadına deyirlər, yarı qan, pulu, kişiyə tamam qan. Hə, beləncə bir şey, bərabərdir, yox ki, onu yarı adam sahib. Din deyir, yox. Qadın da bütün insandır, kişi də bütün insandır. İnsaniyyətdə bərabərdirlər, hardan biraz bərabərdirlər. Deyir, əgər qadını bir nəfər öldürsə, heç kəs deməyib qanın pulu ilə udular. Deyirlər, qana qal. Onun qanı tökülsə, o kişinin qanı tökülməlidir. Amma qanı tökülməkdən əlavə o qadın, yarı qan pulu da onun adamları bu kişiyə verməlidir. Niyə? Çünki qadın pul qazanan deyildi evdə, amma kişi evin pul qazananı idi. Sən bir evin pul qazananını istəsən öldürəsən, amma bir kəs öldür ki, evin, ailənin pulunu gətirən deyil. Və mənim işim yox, indi bir nizam pozulub, nəmtər olub, kişi evdə əyləşir, qadın gedir pul qazanır. Mənim ondan işim yoxdur. Əsas dinin nizamından mən söhbət edirəm ki, din Peyğəmbər böləndə xanım Zəhranın həqiqətlərinin arasında hesabı dedir, xanım, sən evdə otur işləyicilən ev işlərin gör, Həzrəti Sinam eşi işlərin görsün. Pul qazanan Həzrəti Sinam olur. Bizim dilimizdə beləncə bir həmçə əxlaq olur. Özdə Peyğəmbər işləm demədi, xanım Zəhra işlən köməkliyi ilə günəriyən. Çünki bilir ki, ev işi çoxdur eşi işindən. Dedi, əli, hərdən də işlər tutulduğun gəl partnaya köməkliyi edə. Çünki ev işi çoxdur. Və mən necə edeyim, uşağı tərbiyə eləmirlər. Evin işinə çatmırlar. Gelirsən evi zibil basır. Gelirsən uşaq görürsən ki, kibir, hər yerindən kib yaxır. Gelirsən görürsən ki, bizə də tərbiyəsi yoxdur, deyir evdə işim yoxdur. Gedirəm yeşdirə məsələn bir qonşunu görəm. Və o başqa bir şeydir. Evə yetişdən nə qədər iş istəsən iş var. Allah belə bəyan edir ki, qadın pul qazanan olmayan əsasda, kişi pul qazanan olar. Qanda bərabərdir, deyir, qadını öldürdün, kişini də öldürməlisən. Niyə? O kişi o qadını öldürüb, onun qana qan. Amma da nəsə, bu pul qazanan deyildi, o pul qazanandır. İqtisadiyyat öz cəmiyyətimizdə iqtizası budur, istəyi budur ki, sən qadın ki, pul qazanan deyildin, onun ailəsinə pul köməkli edirsən. Ta ki, onun ailəsi çətinliyə düşməyən. Bu dinin ədalətidir, bərabərlikdən salmayıb ki, əgər bərabərlikdən salsaydı, deyərdi ki,
can bərabərliği biz danışırıq, insaniyyət bərabərliği danışırıq. İnsan ölür, insan ölməlidir. Bizim dinimiz qadını bir insan, bərabər bir insan bilir. Bərabərlik bizim dinimizdə olur Peyğəmbər Əkrəm zamanında, o da səbəb olur ki, qələbə çalır. İkinci şey ki, dində səbəb olub o zaman bizim qələbə çalmağımıza müsəlmanların deyirlər bəndəlik. Düzgün Allaha bəndə edirlər. Bunlar Allahla birbaşa əlaqədə edirlər. Bunlar hərəsi tək özünə Allahın birbaşa bəndəsini bilirdilər. Nə? Bu deyirdi ki, hə, mənim yoldaşım dindar adamdır, o düz sözdür, gedim onun qabısıdır. Belə söz demirdilər, onların hamısı dindar adamdır. İndi adam məsələn bizim içimizdə dini belə görürlər. Namaz mallarını, oruç mallarını, Quran mallarını biz də dindar müsəlmanız da, o nə deyər, biz də onu eləyərik. Bizim dinimiz belə bir din olmuyor. Bizim iş əvvəldən dinimiz belə din olmuyor. Bizim dinimizdə dindarlıq hamıda bərabər olur. Hamı gərək Allahla birbaşa əlaqədə olar. Allah mənim də, sənin deyil ki, hamınındır. Yaradan da bəndəni, hamıya insaniyyəti verir, hamıya bəndəliyi verir. Hamı Allahla ləyaqəti var, ibadət eləsin. Söz salanda deyəndə ki, Həzrət Əli Rəsulullah belə ibadət edirdi, möminlər deyirlər ki, o Əli, biz hara, o hara. Elə bu deməklə daim mümkün deyil ömrünün axırına kimi bir dəfə də bura gecə namazı qılar. Niyə qılıram? O Əli idi qılırdı, mən niyə qılıram? Amma bizim dinimiz belə din olmuyor baxı. Bizim dinimiz əvvəldə deyir, elə Əli gedən yolu sən də getməlisən. Peyğəmbər gedən yolu sən də getməlisən. Çalış sən də Peyğəmbər tay ol. Çalış sən də Əli tay ol. Çalış sən hətta bacarırsan, əgər əlindən gəlir, qabağa ged olarsan da. Bacarabilirsən başqa bir şeydir ya. Əgər əlindən gəlir, qabağa ged. Nə, gəlsən ged, qabağını keçən yox ki. Amma bizlər getməmişik. İndi adam deyəndə ki, müsəlmanlar niyə hər yerdə bu vəziyyətə qalıblar, hər yerdə məğlubdular, hər yerdə küfr qalib və İslam və din məğlubdur, qeydət biz bu iki dərdimizə. Müsəlmanlar içində bərabərliyi aradan aparıblar. Məqam sahibləri özlərin üstün biliblər. Vəzifə sahibləri özlərin üstün biliblər. O kəsi ki, vəzifə sahibisan, əgər vəzifəni özünə yük bilsəydin, Əli var, Əli kimi özünə bir ağır yük bilsəydin ki, Pərverdigara bu yükü mən götürmüşəm, yetirə biləcəyəm yox, heç vaxt cəmaatda ağızları sulandırmazdılar o vəzifələrə. Amma bu yerlərdə hamı görərsən ki, onların məqam vəzifəni özünə üstünlük bilir və cəmaatda ağzını sulandırır, ay bətər bir şeydir, mən də çatım ona. Hamı elə döyüşmədədir məqam qalsıcaq, hamı döyüşmədədir vəzifə qalsıcaq. Da belə olar cəmaatda, onda nəyin rizarı var? Nə gördürsən bu cəmiyyətdə? Əgər görürsünüz müsəlmanlar zəifdirlər, əgər görürsünüz müsəlmanlar bir yerə çatdılar ki, din yoxdur aralarında. Dinin olduğu bərabərlik nişanı var. Dinin olduğunun Allaha bəndəlik nişanəsi var. Bu nişanlar bizim üstümüzdən götürülür. Təzdəndən qeytərməlidir. Düzgün Allaha sarı etməlidir. Allaha ibadət eləmək, Allaha bəndəlik üçün olmalıdır. Nə zamanda göstərmək üçün? Nə qədər müsəlman vardır ki, ibadət edir, hamı görür, amma mən deyə bilirəm ki, çox az ki, onlar bir şey apararlar əllərində qiyamətə. Bu ki, İmam-ı Səccad əleyhissalam dayandı, Kəbənin qırağında dedilər ki, ma əksərəl həcid, nə soğuqda hazırlar, yəni Rəsulullah, nə bolla hazır deyirlərsə, buyurdu ki, ləysə əksərəl həcid. Eyni rivayət yadından çıxdı yalan ki, kəlmə ağzında zəcid kəlmə deyirlər, əksərən zəciddirlər, həcizlərdirlər. Bunlar zəcc eləyəndirlər, qışqırandılar, sadəcə elə ləbbeyç deyəndirlər, qışqıranda ləbbeyçlər 5 qışqırırlar, amma heç biri hacı deyirlər. Nə hacısı?
Bibelən qışqıran ləbbeyç deyənlər hansı Allaha ləbbeyç dedi? Ləbbeyç bilirsən yəni nə? Pərverdigara, hazıram. Nə buyurursan qulluğundayım. Ləbbeyç, Allahümmə ləbbeyç. Nə buyurursan qulluğundayım. Allah buyurub təsdə görürsən ki, öz bəndələrinə təkəbbür eləməklə hani? Deyib, öz ibadətlərini yerinə yedir, hani? Deyib, bir olun, mən də birlərin içindəyəm, hani? Hərə bir tərəfə çəkir, deyir, gəl bizim evimizdə bir olaq. Hərə eləşimiz evində, deyir, gəl bizdə bir olaq. Allah belə demir. Deyir, bir ələm qaldırırlar, hamı da yığışar o ələmin dövrünə. Bir bayraq qolzanar, hamı yığışar o bayrağın dibinə. İnsan dibinə yox, bayraq dibinə. Dinin bir bayrağı var. Peyğəmbər Əkrəm zamanında o bayraq var idi. İmamların da zamanında o bayraq var idi. Düzdür, zahirdə hükümət öz yerlərinki idi. Amma bayraq yenə də din bayrağı əyni ətvar əlindədir. Gəlirdilər, onların imanları var idi. Gəlirdilər, yığışırdılar. Oradan feyz alıb çıxırdılar. Gəlib, feyz alıb çıxırdılar. Tapırdılar onu. Hanı o müsəlmanları ki, ləbbeyç dedilər, indiyalanda ləbbeyç deyələr. Hazır olanda nə olar? Dedim, bunların çox qışqırandılar. Ləbbeyç qışqırmağa da mənzər şeylə hazır. Sən bax gör, hadisi hani, nə qədər hadisi var? Zədddə təkər çoxdur. Və bəzi rivayətlərində var, göstərdiyorlar. Dedi, bax, onların sən vəziyyətinə, pərdələr ki, asıldı müminin gözünün qabağından, gördü ki, insan içində çox azdır, adam kəşfində olanlar azdır. Hazır nə hazısı? Əgər tövbə düz tövbə olsaydı, ehramı bağlayanda, həqiqətən hər nə günahdan çəkinsəydi, həqiqətən hər nəyi özündən pak eləsəydi, həqiqətən Allahın haram dediyin haram bilsəydi, halal dediyin halal eləsəydi, bu adam olardı. Niyə bu adam çəkilində də? Yəqin ki, bu ehramı da yalan ehramıdır. Həcc edirlər Məkkəyə, mən də qoşulam gedim Məkkəyə. Hə, namaz qılırlar, mən də qoşulam namaz qılır. Hə, gedirlər məsələn ibadətə, mən də qoşulum. Eşitmişəm, məscid var, söhbət var, mən də gedim söhbətə. Amma söhbətdən çıxandan sonra nə qədər əməl edəcəyəm, o uzun söz deyir. O uzun söz. Əməl başqa, amma eşidib sadəcə müsəlman adımızı qoymaq başqa. Peyğəmbər Əkrəmin o ki qələbəsinə səbəb olan bəndəlidir, Allaha bəndəlikləri var idi. O insanlar həqiqi bəndə idilər. Həqiqi bəndə rububiyyəti olar. Rəbb, yəni Allah, rububiyyət, yəni ilahi olmaq. O kəsi ki, ubudiyyəti var, bəndəliyi var, ilahi olar. İlahi olmaq, yəni ruhu Allaha qoşmaq. İlahi olmaq, yəni o içərindəki olan məhəbbəti, eşqi Allaha bağlamaq. Hani olur? O eşq olsa, heç vaxt otura bilməsən tənbəlliyinə. O eşq olsa, heç vaxt hərəkət edə bilməsən qeyri Allahdan. Xalqı. O eşq olsa, hərəkətin də Allaha görə olar, dayanmağın da Allaha görə olar. Nə tənbəllikdən dayanarsan, nə beşarçılıqdan dayanarsan, nə də gedəndə qeyri Allaha görə gedərsən, şeytana xalqa getməsən. Əməl görən çox var. Mən buraya görə deyirəm də, buranın söhbətini danışırıq da. Nandaran kəndinin mən sözünü ərz edirəm. Burada əməl çox var. Əmələ imkan yaratmaq da çox var. Hər kəs desə ki, din yolunda işləməyə imkan yoxdur, yalan deyir. Nandaranda imkan çoxdur. İmkan da var, mövqeyiyyət də var, istəyən.
təbliğ edər, istəyən sözün də deyər, istəyər, elə Allaha xatir birləşərlər. Amma Allaha xatir olsa. Bu ki, görürsünüz, bir nəfər çəkilir evinə, deyir, özgələr baba, bu çorunlar, Canım, sən getdin, məsələn, əmr-i məruf elədin, getdin, düzaldın, danışdın, söhbət elədin, hərəkət, hamını islah elədin, özün də keçindir. Dinimiz birisi nə deyir? Deyir, o adamı ki, əşhədü ən la ilahe illallah deyir. Deyirəm söhbətidir, ya, qəyddim söhbətimə. Sözlüyüm söhbətim elə abi olsun. Deyir, o kəsi ki, əşhədü ən la ilahe illallah deyir, iki cürdür. İmam Səccad hava buyurur. İki cürdür. Ya dindardır, ya dinsizdir, sadəcə, ya xətakardır, səhvi eləyəndir, ya ki, mömindir, Allahın yoluna gedəndir. Bu içindən farklı deyil ki. O ki, səhvidir, deyir, mənim dinimə gəlibdir, Allah buyurur, sən ondan keçsin. O əşhədən la ilahe illallah deyil, ondan keçsin. Hələ sən de onun üstünə qılın çəkinən ki, Allaha nifrindir. Sən onun üstünə qılın çəkin, Peyğəmbərinə söz bağlıdır. Sən o kəsin üstünə qılın çəkin, deyələn, əşhədən la ilahe illallah deyən üstünə güllə atır. Onun üstünə qılın çəkin. Bu əşhədən la ilahe illallah deyil hələ. Hələ onun üstünə qılın çəkin də ya. Bəli bir vaxt olar, bu əşhədən la ilahe illallah deyən, gələr əşhədən la ilahe illallah deyəni öldürək. Bu başqa bir şey. Onda məcbursan müdafiə edəsən. Amma əşhədən la ilahe illallah deyən ki, evində oturur, ondan niyə dost olmursan? O əşhədən la ilahe illallah deyən ki, özlətdiyin qulluğundadır, onun niyə dost olmursan ondan? Ondan niyə düşmən olursan? Onun niyə sənin məqamını təhlükəyə salır? Onun niyə sənin mövqeyiyyətini təhlükəyə salır? Ayaq titriyir mövqeyiyyətdən. Onlar, şeytan onlar doğruyar. Adam bir ürəklərin, İmamın rəhmətliğin məsələ var. Deyər ki, evləri bizim tərəfdə hiss alarlar. Burada da bayram qabağı hiss alarlar. Evi tökərlər bir dəfə eşiyə hiss alarlar. Deyir hiss alarlar, bir dəfə də ürəyinizin içində olanlar bir tök neşə hissini alır. Günah nə var ürəyində? Elə qalıb da evinə də saxlamayın. Bir dəfə də tök neşə olanın hissini alır, içərdə nə var? Çox heç verirsən, bax bir dəfə hissini alırsan və əlində görürsən təkəbbür. Mən ürəyimdə təkəbbür var, sözümün xəbəridir, yola qırağa. Bir insanda bir əlinə tatlı ürəyə, bir dəfə görərsən ki, qeybət varmış, ürəyimdə paxıllıq vardı, ürəyim. Onlarda bir avızda deyişəli gör. Elə nə qədər basmadacaq, elə deyəksən, elə dindaram, özünü də anladırsan, cəmaat anladırsan. Belə olmasın axı, heç olsa özünü anlatma, bir ürəyin bir çıxad eşiyə. Belə dindar olmaq lazımdır. Bir insan ki, Allah yolunda gedir. İmam Səccad ağanın sözünə qeydər. Buyurdu ki, o adamı ki, səhv edir, ondan keçin. Səhv edir. Ondan sonra onun xeyrin istər. İndi şəşədən la deyir, xeyrin istər. Xeyri nədir? Əmr-i məruf. Xeyri nədir? Nəhiyyət münkər. Xeyrin istər. Xeyrində çalış. O şey ki, onun dünyasına, ahirətinə xeyridir, onun üstündə çalış. Nə qədər bacarırsan hidayət edər. Haqqdır, müsəlman da şədən la ilahe illallah deyil. Sənin vəzifən deyir görəsən. Böyle bir vəzifədə Allah qoyub boynumuza görə. Amma indi gəldi, bir addımda atı vardı. O dindar oldu. Başına niyə paxıllıq eləsələ dindar olur? Sənin yükünü yüngülləşdirir. Sən bir nəfərin əmr-i məruf edəcəydin, o əmr-i məruf yükünü götürdü boynundan. Bir nəfərin nəhiyyət münkər edəcəydin, nəhiyyət münkər yükünü götürdü sənin boynundan. Qiyamətdə yapacaqsaydı da ona xatir sənin yalandan ki, sən onu günahşər görürdün, niyə hidayət eləmirdin? İndi ki, görməyibsən günahşər. Maşallah dindardır, namaz qılandır, oruç tutandır. Sən onu niyə baxılmağına eləmirsən? Niyə bu onun evinə cəhcəl eləmirsən? Niyə bu onun əleyhinə qaldırmamışsan? Niyə bu onun ayağının altına sabun sürdüsən? Ayağının altına sabun sürdüsən, bunları işlənmənəm. Mən bir yerdə işlədim ki, bunu ayrı tərizlədilər. Demişlər, dində ayağının altına sabun sürdürmək haramdır. Hamama gidəndə ayağının altına heç vaxt sabun sürdürmürdü. Bu, mən təəssüf elədim ki, həqiqətən bu olmuşdu ya. Əhkam demişdi ki, mən bir ömrüdür və hamama
gecəndə ayağımın altına sarını sütmürəm. Sonra eşitmişəm alimlərdən ki, ayağımın altına sarını sütmək haramdır. Hə, cəmaata niyə dalaşsan? Cəmaata niyə oradan ki, dinə sarı gedir, imana sarı gedir, onu niyə məsələn sən yığsan? Sən dində iki cürdür. Ya səhv edin, ona idadət elə, bir vəzifən var. Ya dindardır, Allah'a iman gətirib, namaz qılır, oruç tutandır, onun pahalılığını elə, onu da şişdir. Pərvərdicara, şişdir Allah, belə bir bəndən var, bir vəzifədə mənim boynumdan sağlayın. Qayda sözə və nəticələr də kəlamı tutaraq. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmdən ərz olundu ki, o ki qələbəsinə səbəb oldu iki şeydir. Bərabərlik, ubudiyyət, bəndəlik. Allaha düzgün bəndə edilər. Ləbbeyk deyəndə Allaha görə deyirdilər və doğrudan da deyirdilər. Bizim tayımız cəmaat Allahmaq üçün deyildi. İkincisi də dedim ki, o ubudiyyətdən sonra bərabərdir. Və rivayəti ərz elədim əvvəli kəlamda ki, Əl-ubudiyyətu konmuha əl-rububiyyət. İbadət eləsən, Allaha düzgün bənd olsan, o səbəb olar ilahi olasan, nəticə-i kəlam. İlahi olmaq, yəni sonsuzluğa qoşulmaq. Sonsuzluğa qoşulmaq, yəni bu son şeylərdən, bu aradan gedən şeylərdən, bu əski şeylərdən kəsilib, çox ali məqamata çatmaq. Söz gəlisidir deyiləm. Bir şeiri var Həzrət Əli Aleyhisselamdan. Çox gözəldir mənası. Deyir, ey ərəb, o ərəblərə deyir. Biz müsəlmanlara da şamildir. Deyir, ey ərəb, fəxr elə ki, qoyunu sarmaqdan, qoyunu qorumaqdan Allah səni qurtardı, başladın günəşi qoruyasan. Namaz qılan belədir. Namaz qılan günəşi hesablar, qaçan batır, qaçan çıxır, qaçan vəsətdən keçir. Gözü elə günəşdədir. Səni yerdən ki, başın yerdəydi, qaldırdı göyə. Day günənə kimin sən əski idin, heç nə hədəfə görə fəqət elə qoyunu qarmaqdı işin, indiyadan sənə əzəmət verib Allah. Qoyunu tarmaqdan günəş otarmaq, qoyunu qorumaqdan günəş qorumaq, görün nə qədər əzəmət verir. Həzrət İslamın əcəb bir şeiridir bu. Bunu düşünsələr insan bilər ki, insanın əzəməti var bu mənada. Mən bunu söz gələsi ərz elədim. İnsana əzəmət verirdin. İnsana ilahi olmaqlığı verirdin. Din deyir Allahdan olarsan. Din deyir Allaha qoşularsan. Allahın hac müqəddəs ruhuna qoşularsan. Əgər Allaha bəndə olsan. Əksinə, əgər pula bəndə olsan, pula qoşularsan. O ağılsıza qoşularsan. Ağıllı adam, ağılsızın qulu. Allah bizlərin heç birini ağılsızlar qulu eləməsin. Pərverdigara, dünya məhəbbətin bizim ürəklərdən azad. Pərverdigara, öz məhəbbətini bizim ürəklərdə artır. Pərverdigara, əyimni əthar məhəbbətin bizim ürəklərdə çoxat. Allahümme salli ala Muhammedin və ali Muhammed. اللهم انصر الإسلام والمسلمين واقتل الكفار والمنافقين اللهم أيد قائدنا الخامنئي اللهم ارحم إمامنا الخميني اللهم عجل في فرج مولانا صاحب الزمان هر تجارة أمواتهم قرين رحمت قرار هر تجارة والدينimize bu meclisten bir pay nasip ile Pərverdigara, özün bizim əməllərimizi qəbul elə. Pərverdigara, qiyamətdə Hüseyin məhəbbəti ilə bizi məhşur elə. Pərverdigara, dünyada ziyarətindən, qiyamətdə şəfaətindən İmam Hüseynin bir nəsib eləmə. Rizal-ı Muhammedin və alih və bil-fatihəti mənsəlam. Heç iltiması dua edən də var, onun da yaddan satmayan. Pərverdigara, hər kəsin iltiması duası var. Xüsusən o məxsus o şəxsi ki, iltiması dua edib, onun duasını özün bərabırda bir xeyr edir.
minlərdə olar gətirələr bunlar sübut. Bizim sözümüz budur ki, sən birinci şeyi cidiysən ha, ondan yaradın. Onun için yaradın. Bəli, aydın. O bir. Yenə də qeydir Allah. Lap o sözlər düz olsalar da. Yox, düzlər, yox, heç olmaz. Amma məcburən öyrədirlər səni. Amma Allahın özü əyimmi, əthar vasitəsilə bir sıra elmlər verib bizə. O elmlərdən biz də istifadə edirik. Amma mən öz o günləristə elə buna aid elə ərz elədim ki, şuur beyində bir seri feil-infallar olur, bir seri dəyişikliklər olur. Onun əsasında adam görür, bir şəkil götürür, bir yerdən təsvir saxlır, ya bir kələməni yadında saxlır. Bunlar hamısı maddənin məhsuludur. Amma ondan insan bir mənəvi fayda aparar. Ondan bir düşüncə ki, gələcəyinə bir proqram ola, yox, o imanın əsəridir. İman da bir şeydir ki, ruhdan asılıdır, o Allaha aiddir və Allahın məxluqudur iman. Və düşüncəyə heç də elə dinlə deyir ki, onlar beyində bir seri hərəkətlərdir, bir seri feil-infallardır, maddələrin yer-beyir olmasındandır, bir şey zehnidə qalır, heç də münafat yox, Allah belə nizam yaradıb beyində ki, o maddələrin o cür nizam tapması ilə rahat bir şey adam zehnində qalır. Heç də işğal yox. O Allahın əzəmətini nişan verir. Çox lazımdır ki, adam bunu dərk edir ki, Allahın əzəmətini nişan verir ki, iki dənə yon, müsbət mənfi yon, bir-birinin yanında dayananda, məsələn, şəkil adamın gözünün qabağına gəlsin. Bunu yaratmağa aləmlər lazımdır ki, işləyələr, hamısı tankip eləncə bir şey xəlq eləyələr ki, xəlq eləyə bilməyəcəkdir. Özü də əvət edir, xəlq eləndə. Əgər alim sən eləyə bilsən, xəlq elə. Bir dənə qarışqanı xəlq eləsin, izafə yox. Özü dəvət edib, qarışqaya dəvət edir. Qarışqanı dəvət elə, xəlq elə, yaradır. Əgər eləyə bilərsin, o incəlikdir, o Həzrət Əli İslam xütbəsidir bu. Deyir, baxın onun heykəlinə, o heykəl, o ayaqlarından uyğunluğu yoxdur. Heykəli ayaqlarından yekədir. Sən əgər eləyə bilirsən, o keçiklikdə ayaqda, o yaşaqda heykəli icad edirsən, sən də saxla. Sən də dayandır. Amma o cür dayansın. Hələ özündən, bədənindən də çıxartmışlar. Bəli. Çox məsələ deyirlər. Hissələr hissəsi, bir hərəkətlər hissəsi, aclıq hissəsi, görmək hissəsi, bunlar hərəsi beyində ayrı-ayrı yerləri var. O yerdə ki, məsələn, yığılır, məsələn, siz necə yazmaq deyirsiniz, o yerdə ki, yazılır hər nə. O yerdə ki, fəqət acandan acana xəbər verir ki, məsələn, bu acıbdır. Susuzandan susuzana fəqət deyir, susuzubdur. Ki, əgər oraya, məsələn, bir dənə iynə dəysə, da bu ömrünün axırına kimi susuzluq bilməyəcək. Mümkün deyil, susuzluq bilməyəcək. Yuxu yeri vardır. Əgər oranı, məsələn, bir dənə zərbədə işdən düşər, da adam yuxu əslən gəlməyəcək. Heç vaxt deməyəcək yuxum gəlir. Ömrünün axırına kimi yata bilməz. Yəni, mən Urumiyədə adam tanıram ki, ömür boyu yata bilməyib. Orası xarab olur, beyninin o hissəsi xarab olur. Hərəsi özünə görə ondan əlavə hipotalamus var, hipofiz var. Bunlar özləri də ayrı-ayrı ki, biri məsələn bədənin taadülün, necə məsələn ayaq üstə dayanmağı nişan verir. İnsanın məsələn o yerdən əgər bir zərbə vursan, özünü itirib yerə yıxılmalıdır, qətiyyən. Beynin o hissəsidir. Onların hamısını ayırasan, ondan sonra qala harası işləmir. Sən deyəsən ki, əgər aclıq hissəsi işləmir, yəqinən yalandır, işdir. Əgər deyəsən ki, məsələn, susuzluq hissəsi işləmir, yox, yəqinən səhvidir, o işlidir. Beynin hər yeri özünə görə bir müəyyən qədər işlir. Biz belədir, özü də bunlar eyni əksidirlər. Sağ tərəf, sol tərəfi hidayət edir. Sol tərəf, sağ tərəfi hidayət edir. Əzib Allah yaradır. Gözdə də belədir. Məsələn, sənin sağ gözün təsviri sol, başın sol tərəfində götürülür. Sol gözüncü sağ tərəfdə. Əgər adamın sağ tərəfindən güllə, məsələn, mən görmüşəm, bizim dostlardan məsələn var da, güllə dəydi sağ tərəfindən, sol tərəfi iflic oldu. Yəni, beynin düz əksi dadı vardır, əməli vardır. Eyni əsən zat deyil da, xilaf bir-birlə hərəkət edir. Ona görə deyə bilməsən ki, yarısı işləmir. Əgər yarısı işləmirsə, bədənin yarısı gələ işləmir onda. O da düz deyilir. Fəqət biz bu cür deyirik. Deyirik ki, beynin hafizə hissəsi,
Yəni o yazma hissəsi ki, eşitməyi, oxumağı, görməyi hamısını yazır, yığır bir yerə. O yazmaq hissəsi 100 olsa, onun 90% işləmir. 10% işləyir. Bu 10%'nin özü də, o 10% da təkcə Einstein'də görünüb ki, 9,8 8 bunun işləyibdir beyni ki, ən güclü beyin deyirlər nəsinə. Son faiz İşte ondan sonra işləyən, elə o məhdudədə olub, ona çatmayıb heç biri. Ona çatan Einstein olar ki, heç birimizdə Einstein'e çatmayacaq. Bizimkiler işləyər məsələn 1%, 2%, 3%. O Einstein'i deyirsən, ağa, mən qəzetdə oxudum onu. Einstein'in demək jubileyi keçirilir. İndi 60 yaşı olur. Biz jubiley deyirik də, sözdə bilməm necə, müxtəsəri qeyd eləyirlər bunu. Yığılırlar, indi daha yağın bunun dövrəsinə məni qoymazlar. Düz öyle. Öz həmsinifləri olar da bunu. Çiyin yoldaşları. O alimin adında yazılı da məşhur fizikdir, var dövrü üçün. Durur, o böyle məsciddən üzümüzdən iraq sağlıq qaldırır, badə. Deyir ki, dünyanın 8 nəhəng fiziki var. Sayır. Demək, Arkimeddir, Galileydir, Newtondur, sonra Pascal'dur və ilaxır. Ən axırıncı gəlir, o 8'e yadımda geçəkdən duruyor, quş gedir yavaş-yavaş. Ən axırıncı Einstein'in üstündə dayanır. Sonra yazır ki, onun dəfinlidir, Einstein ki, öldü. Çox da kiçik bir kütlə apardı, cəmsi 8 nəfər. Meydə apardılar, krematoriya, yandırdılar, külünü də apardılar, şey elədilər, dəfn elədilər. Ay, bunun üçün bir təmtəraq, nə bilim, filan, pestəkan, yox. 8 nəfər adam olub. Einstein'in beynini qalır. Beynini çıxardıblar. Muzeydə qalır. Beynini çıxardıblar, amma ki, dünyanın 8 nəhəng fiziki ki olub, biri də budur. Ağa, bir dənə bu sual içində bir dənə sual çıxır. Yəni, bu Allah Teala ki, insan beynini belə xəlq edir, bu mürəkkəbliyində də. İnsandan mürəkkəb heç nə yaranmış var, Quranda xəbər verir ki, bu ən, necə deyərlər, mürəkkəbi yaranmışlardan, aydan da mürəkkəbi, günəşlərdən də mürəkkəbi. Demək istəyirəm, bütün yaranmışlardan mürəkkəbi. Bu 9,8% bu alimlərin dedikidir. Bax, Allah Teala deyir ki, adidir də. Söhbətimizin adidir, zalimdir, heç kesin. Demək, bu insanın 100% beynin işləməyi üçün şey qoyur. İmkan yaradır. İmkan yaradır. İndi insanlar işlətmirlər 5%, 1%, 0,1% işlədir. Bəli. Demək, insanlar istəsələr, 100% ki var, Allah Teala məsələn, məqam qoyub, məsələn, Peyğəmbər salavatını aparmadı, mələklərdən yuxarı məqamı var. Ne dedik, bəni insandır da. Demək, bunun imkan var. İmkan var insanlar üçün. Bəli. Yəni, gələcəkdə elm mümkündür, inkişaf edə bir həddə ki, insanlar məsələn, vaxtlərindən bundan artıq istifadə edirlər. Vaxta bərəkət salalar. Bu çox mühümdür. Yəni, insanlar qədim zamanlarda da olub, amma çox belə bizə düzgün gəlib çatmıyor. Bəli, elmi olar vaxtdən, az vaxtdan çox istifadə edirlər. İndiyənin alimlər məsələn bir dənə elm tapıblar, kitab oxuma elmi ki, yehin oxuyasan, sürətlə oxuyasan. Məsələn, necə eləmək olar? 100 səhifəni 1 saatda məsələn oxuyasan. Əgər belənci bir şeylər məsələn imkan olar, o cür bir qüvvələrdən istifadə olunar, bəyd deyil ki, beynidən ondan çox da istifadə olunar. Adam eləyə bilər, çoxlu istifadə edir. Heç də maneə yoxdur. Allah o qüdrəti qoyur. Mühüm budur ki, elə keçmiş sualınıza bunu yapışdıraq ki, Azərbaycanda o yarım faizlə işlətmirlər onu. Azərbaycanda məktəblərə gedirlər, dərs oxumurlar. Belə də təbliğat olunur ki, nəyə lazım? Uşağın heç vaxt dərsə marağı olmaz. Ata-anadır ki, uşağın necə dərsə maraqlandıralar. Ata-analar da ki, özləri üçün oxumayıblar,
heç bildirlər, mən oxumamışam, nə olub ki, məsələn, uşağım da oxumayan, nə olar? Bir sürək yolu tapacaqdı özünə. Ona görə heç vaxt uşaqlarına maraqlandırmırlar dərsə. Bu çox böyük eybidir gələcəyə, həm müsəlmanlara. Əslən, din o yerdə inkişaf edər ki, elmi var. Din o yerdə dalıya qalar ki, elmi yoxdur. Xurafat olar din əgər elm olmayan bir ölkə olar. Bu ölkəni, əgər istəsiniz bir dənə şiə ölkəsi, İmam-ı Zaman ölkəsi olar. Gələcəkdə, məsələn, dindarlar bir iş verirlər, görə elm dalıqsa gəzələr. Sizin də imkanı var. İnşallah məktəbi möhkəm düşmüşük üstünə. İmkan var, məktəb yaranıb, amma məktəbdən yaxşı istifadə eləmək çox mühümmidir. Özümüzü itirməyək. Elə tez, məsələn, deyək bəlkə, elm elə budur ki, 2 dənə dil bilə, 3 dənə dil bilə. Dil vəsilədir. Dil çox gözəldir, amma vəsilədir. Əsas elmidir. Elmi Azərbaycan dilində də öyrənsə, sonra dil lazımdır ki, onu təbliğat aparsın. Amma elm öyrənməyə, dil öyrənə, o dillə nə deyəcəkdə hamısı sərsəfəy sözlər ki, elə hamı da deyir, mən nə bilim. Dil əsas deyil ki, əsas elmidir. Gedin elm dalıqsa, həqiqi fizika, həqiqi kimya elmlər. Onlar ki, dünyada indiyələn tərcümə də olunub, dünyada indiyələn qəbul olunmuş elmlərdir. Bunlar dalıqsa gəzilər. Ya hətta məktəblərin dərəsləri, əgər oxunsa, düzgün oxunsa, elə onlarda da söz çoxdur. Amma oxunmur. Siz Azərbaycanın tarixini oxumusunuz? Xeyr, mən bilməm, çoxlu tarixi vardı, bilməm ki, qəsdinədir, bəli, biraz da olub bəzi kitablara baxmışam. Azərbaycanın xas tarixi hansı kitabı məsələn? Yox, məsələn, Azərbaycanda dahi adamlar çox olub. İndi ağlının bir yarım faizi də işləsək, dahi adamlar çox olub Azərbaycanda. Azərbaycanda dahi adam nə deyək, o mühümdür. Bax, mən istəyirəm bunu ərz edəyəm ki, alim nə deyirik, dahi